Daha əmələ gəlmə mərhələləri haqqında danışacağam. Səhifə 67-də. Deməli, 5 daha əmələ gəlmə mərhələsi var. Qədimdən cavana doğru düzürük. Baykal, Kaledon, Hertsin, Mezozoy Kimmeri və Alp qırışıqlığı. Ən qədimi Baykaldır. Baykal Proterozoy deməli erasını əhatə eləyir və Paleozoyun 2 ən qədim dövrünü əhatə eləyir. Paleozoyun dövrləri hansı idi? Kembri Ordovik, Devon Silur, Daş kömür Perm. 6 mərhələsi var idi. Bu 6 mərhələnin hər ikisində fərqli dağ əmələ gəlmə mərhələsi var. Məsəl üçün, deməli, Kembri ilə Ordovikdə Baykaldır. Silurla Devonda Kaledondur. Karbonla Perimdə isə Hertsin mərhələsi əhatə olunub. Mezozoy qırışıqlığında, Mezozoy erasında isə bir dağ əmələ gəlmə mərhələsi var. O da Kimmeridir. Müasir dağ əmələ gəlmə də Alp mərhələsidir. Bu da Kaynozoy erasını əhatə eləyir. Deməli, indi mən sizə xəritədə göstərəcəm Paleozoy, Mezozoy və Kaynozoy yaşlı dağları. Baxaq qədim dağlar. Aha. Deməli, Avrasiyada, Atlasda, səhifə 31-də. Avrasiyada. Deməli, bax, burada Tian-Şan dağlarıdır. Sonra Altay, Sayan, sonra burada deməli, Qazaxıstan, Xırda təpəliyidir. Bu tərəfdə Böyük Xinqan dağlarıdır. Burada Skandinaviya, Ural dağları. Afrikada, Afrikanın cənubunda Kap dağları, burada Əjdaha dağları. Sonra Şimali Amerika materikində burada Appalaç dağlarıdır. Deməli, sonra Avstraliya materikində böyük su ayrıcı silsilə. Bunların hamısı oldu Paleozoyun qədim dağları. İndi gəlin Mezozoy dövrünün dağlarına. Deməli, burada Avrasiyanın Rusiya hissəsidir. Burada Verxayansk, Çersk, sonra Stanavoy, sonra Aldan, burada Sxote, Alin dağlarıdır. Bir də göstərirəm. Verxayansk, Çersk, Aldan, Stanavoy silsiləsi. Burada Sxote, Alin dağları. Ortada da Tibet və Kunlun dağları, Tibet yaylası və Kunlun dağları Mezozoyun dağlarına aiddir. Deməli, Şimali Amerikada isə Kordilyer 3 yerə bölünürdü. Hansı ki, sahil dağları, burada Kaskad, burada da Qayalı dağlar. Bax, bu hissəsi Kordilyerin bu içəri hissəsi. Mezozoy dövrünə aiddir. Burası Kaynozoya aiddir, cavandır. Burası subduksiya zonasıdır, cavandır. Bu hissəsi aiddir, deməli Kaynozoy, bura Mezozoy. Burada həmçinin Paleozoya aid olan Appalaç dağlarını da göstərmişdik bayaq. İndi gəlin cavan dağlara baxaq. Cavan dağlara, bax, burada Piriney dağları var. Avropada Piriney. Burada Əndəlüs adı yoxdur. Sonra Apenin dağları var. Bura Balkan yarımadasıdır. Uşaqlar, Piriney, Apenin, Balkan. Avropanın ən məşhur 3 yarımadasıdır. Piriney üstünə yazılıb. Deməli, Apenin üstünə yazılıb. Hansı ki, burada İtaliya yerləşir. Burada Balkandır. Burada Dinar dağları da var. Sonra burada Karpat dağları. Burada Alp dağları, Alp. Sonra gəlirik, bura Türkiyədir. Kiçik Asiya yarımadasında yerləşir. Türkiyədə yuxarısına qeyd eləyin ki, Pont dağları burada Pontdur. Aşağıda da Tavr dağlarıdır. Sonra gəlirik Qafqaza. Qafqaz Böyük Qafqaz, aşağıda Kiçik Qafqaz idi. Burada Elburz dağları. Sonra burada Kopet dağ var idi. Üstünə qeyd eləyin atlasda. Kopet dağ Türkmenistanla İranın sərhədində yerləşirdi. Sonra Hindukuş, Pamir. Deməli Hindukuş, Pamir. Burada uşaqlar Çoqori dağları, hansı ki Kayçı zirvəsi, dünyanın ən hündür ikinci zirvəsi idi. Karakorum dağları. Bax, o da buradadır, Çoqori yazılan yer. Sonra Himalay dağları, Everest də buradadır, dünyanın ən hündür zirvəsi. Bunlar da oldu cavan dağlar. Bir dəfə də göstərək, gəlin başdan. Piriney, Əndəlüs, Apenin,
Burada deməli Dinar dağları, Balkan dağları, sonra Karpat, sonra Alp dağları burada. Sonra Türkiyədə Pont, Tavır. Burada Ağrı dağda var idi. Hündürlüyü 5165. Elburz, Qafqaz. Daha sonra Hindukuş. Kopet yaddan çıxdı. Burada Kopet. Hindukuş, Pamir. Sonra Çogori, yəni Qaraqorum dağları və Himalay. Bunlar da oldu cavan dağlar. Afrikada da bir dənə yeganə cavan dağımız Atlas idi. Ən hündür zirvəsi Tupqal 4165. Sonra cavan dağlardan deməli Kordilyerin qərb hissəsi. Burada sahil üstünə yazılıbdı. Sahil sıra dağlar bu hissədə. Aha, vəssalam. Cavan dağlarımız da bu qədər.